dostlar, bugün sizler üçün bütün evlərdə bişə bilən, hazırlanması çox sadə olan, asan bir keks hazırlamaq istəyirəm. Onda qeyd edim, sobanı da indidən qızmağa qoymuşuq 180 dərəcədə. Bunun üçün bizlərə lazım olan ərzaqlarla sizləri tanış edim. Bunun üçün bizə lazım olan ərzaqlar 3 stəkan un, onu da qeyd edim ki, stəkanımızın ölçüsü 200 ml tutur. 250 qram kərə yağı, margarin də olar və yaxud bişirmə yağlarından da istifadə edə bilərsiniz. 200 qram xama, 2 stəkan şəkər tozu, 4 ədəd yumurta, vanil, qabartma tozu və 1 çimdik duz əlavə etmişəm. Hər bir şirniyyata lazımdır. Və içinə damla şokoladı lazımdır. Bir də listimiz istidir, dibinə yapışmasın deyənə kərə yağından istifadə edəcək. Birinci növbədə 4 ədəd yumurtanı qarışdırma qabına alırıq. Qəşəng köpəndən sonra və şəkər tozu içində həll olandan sonra bura əlavə edirik kərə yağını və xamanı. Daha sonra unu əlavə edirik. Vanil və qabartma tozunu da. Sobamızın listi qaynardır. Kərə yağından bura əlavə edirəm ki, yapışmasın deyənə. Biz damla şokoladı əlavə etdik. İstəsəniz kişmiş də əlavə edib bişirə bilərsiniz. Hər bir tərəfinə kis vasitəsilə yayırıq.